yaşayırsan? Öz yerimdən yaxşı. Müharibə şəraitində yaşayırıq. Allah prezidentimizə can sağlığı versin. Heç kim fikirləşmiş ki bir dənə samolyot 40 milyondur. Onun fikirləşən yoxdur. Nöydün pulu hara gedir, nöydün pulu silaha gedir. Bundan qabaq nə tər idi? Cahmat çölə çıxanmırdıq, danışa bilmirdik. Bir başqa yerdə ermənilər bizim başımızın üstündə at oynadı. Allah sağ, yaxşı müharibə... Bəs maddi imkanınız? Ay qardaşım, maddi imkan nə müharibə şəraitində yaşayırıq. Hamımızın vertolyotumuz olmalıdır ki. Düzdür, bəli, nazirlər var. Bilirik onu hamımız. Amma o demək deyil ki, prezident pisliği, ya filan kəs pisliği, nöydün bunlara getir, bir dənə samolyot 40 milyona əmələ gəlir. 40 milyon bir dənə samolyot çıxdı, bir dənə raket attı, vurdu, 40 milyon yandı. Onu fikirləşən, nöydün bura gedir, göyə. Nəyə görə? İndi yaşayırıq. Hamı deyir, pulsuz buna geçsin, hədiyyə eləsin. Elə deyil. Yaşayırıq, buna min şükür. Min şükür, hər şey var. Göz qabağında, bak. Liboy yeri çəkin. Yəni alabilirsiniz də bunları. Heç alıram, imkanım çatan almalıyım. Bilirsən. Ha qardaş, hamısına... Mən bir kilo almağı bilmirəm. Yarım kilo. Bilmirəm, düz yarım kilo. müharibə yaşayır. Amma gəlib cəmaatın cibinə, kəsib adamın cibinə Heç kimin çıxmamalıdır. O cibindən bir O getməlidir. vaxtı müharibədə hamı taxta yiyir, ağac yiyirdi onlar. Biz müharibə şəraitində yaşayırıq. Biz svobodunu yaşamırıq. Müharibə yox idi. Necə olurdu bu? Ne tərii? O 30 il idi və necə olurdu? Necə 30 ildə yığdı kazandığını bütün verdi daha silaha. Ha qardaş, yox. Bəs qalib ölçü olaraq bu halda yaşamalıyıq. Ac qalır ama erməninin qabağında susmuyor. Ac qalmağa razıyam ama erməninin qabağında susmuyor. Allah can sağlığı versin. Biz ki qalib gəldik. Yəni deyirsiniz acından ölək amma erməninin qarşısında sınmayaq. Əlbət ki. Söz götürmək, ac qalmaq söz götürməkdən yaxşıdır. Ac qalmağa razıyam ama söz götürməyə yox. Hərənin öz mininiyəsi var. Allah qana sağlığı versin. Kim acından ölür, kimi doğundan ölür, heç kim de acından ölür. Maşinlə tərpənmək mümkün deyil maşinlə tərpənmək. Bax bir dənə maşinlə tərpənmək mümkün. Pulu olmayan maşın nə ilə olur? Pulun olmasa ayakkabını neyle alırsın? Ayağında varsaysan bu imkanın var. Yok da ayak yalın gelsin. Vallahi ben ne diyeyim ki, ben ne razı değilim. Ne devletimden, ne ülkemden. Galip ülkede çok sevindim. Ermeni ki, sındı maile bir dünya. 60 yaşım var. Ne pensiye almıyorum ne değişim. Sadece olarak söz başka şey. Torpaqlarımız azad olup olup. Şimdi bu dəqiqə hamısını devlet er. Bizden pul yığmırlar ki, bunu belirlə, bunu ilə, onu ilə. Hacı nə məşğulsun? Ben şoför işliyim. Şimdi ne kadar pul kazanırsın? Vallahi o işe bakır. 600 manata kazanmam. Yok ben taksi ödüyorum. Yük maşında işlerim. 800 manata alıram, 1000 manata alıram. Almıram da, iş olmayan da almıram. Hiç neden de narazı diyor. Allah can sağlığı versin. Hamın bayramı mübarek olsun. Hamıya Allah ömür versin. Hanım hamımız yaxşı yaşayın. Biz verdik ki bir ikisi ilişkin danışma. O boş